Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bugün sizlərə 28 may metro stansiyasının çıxışında yerləşən 2 otaqlı studiya bir mənzil təqdim edirəm. Bura mənzilin mətbəx hissəsidir. Gördüyünüz kimi gözəl, həm də tavana qədər yığılmış, hündür və yüksək bir mənzildir. Burada mənzilin qonaq otağı hissəsidir. Gördüyünüz kimi qarşıda geniş bir divan quraşdırılıb, kreslo burada və 6 nəfərlik yemək masası. Pəncərəmiz vitrajdır, pərdələr və s. hər bir şey yerində tam əşyalı, texnikalı bir mənzildir. Kondisioner də quraşdırılıb, böyük ölçülü bir kondisionerdir. Belə bir gözəl TV set bölgəmiz var. Otaq ümumilikdə olduqca geniş ölçülərə malikdir. Tavan hündürlüyü olduqca diqqət çəkir. Buradan keçid eləyək mənzilimizin sanitar qovşağına, hamam otağına. Burada mənzilimizin hamam otağı və sanitar qovşağı birlikdə quraşdırılıb. Burada gördüyünüz kimi gözəl bir moydadır. Paltaruyan da o cümlədən burada quraşdırılıb və duş kabinamız da geniş ölçülərə malikdir. Buradan isə keçid edək mənzilin yataq otağına. Yataq otağımızın da ölçüləri idealdır. En uzunluq nisbəti kifayət qədərdir. Gördüyünüz kimi hərəkət üçün də kifayət qədər yer var. Burada belə bir kondisionerimiz quraşdırılıb və yatağın ətrafında da qalan ərazini görməkdəsiniz. Burada da makyaj üçün gördüyünüz kimi güzgülü bir dresuar hissə quraşdırılıb. Burada da gözəl bir tavan hissə, o cümlədən də çılçıraq və s. hər bir şey öz yerində. Yataq başlığının ətrafında quraşdırılmış buralar və s. hər bir şey ideal görünür. Belə bir gördüyünüz kimi tavana qədər yığılmış divar içi dolabımız var. Belə, mənzilin son olaraq giriş hissəsini göstərmək istəyirəm. Bu hissədə isə mənzilin giriş hissəsidir. Girişdə qardirob bu hissədə quraşdırılıb və burada da mənzilimizin giriş qapısı yerləşməkdədir. Və izləmiş olduğunuz bu mənzilin dəyəri 365.000 manatdır. Sahəsi 83 kvadrat metrdir və 9-cu mərtəbədə yerləşir. Bu gözəl mənzili almağa tələsin. Sağ olun, gələn görüşlərdə görüşənədək.